için. O yeni olsa da qəlbinizə yol tapmağın düsturunu artıq bilir. Show biznese daha biri için geldi. O show biznese senetle gelir. Axı sənətçi ailəsindən çıxıb. Atam da uzun müddət bildiyimiz kimi Askonsertin indi yoxdur, yəni dağılıb o. Askonsertin solisti olub, Qəhrəman Rəhimov. Mən də onun davamçısı kimi ilk öncə atamın göstərdiyi yolla, ondan sonra belə qərara gəlib ki, məni Bülbül adına orta ixtisas musiqi məktəbinə qoysun. Xəbəriniz olsun ki, xalq artisti Əli Baba Məmmədovun tələbəsidir. Canlı kariyerimiz olan Əli Baba Məmmədovun sinifində dərs almışam. Söyləyirdi ki, yəni Elçinin səs tembri qaltanlıdır. Yəni bu səs də hər bir insana Allah Taala bəxş eləmir. Qaltanlı səsi. Elçinin show biznese inamı güclüdür. Hətta İnam adlı yeni mahnı da yazdırıb. Bir yeni mahnı ilə səhnəyə gəlirəm. Bəstəsi özümə aid olan, sözləri İsa Ravana aid olan bir gözəl mahnı bəstələmişəm. İstəyirəm ki, bax bu gözəl mahnı ilə bizim tamaşaçıları sevindirim. Ruhum sənin nəsirin, olmaz məndən sevənim. Hər zaman olsam gərəyim, bütün hədək yatmalıyım. Bəlkə bir 10-15 söz verildi mənə, ancaq ən çox xoşuma gələn bax bu gözəl sözlər İnan adlı sözlər mənim ürəyimi yaxdı. Ruhum sənin nəsirin, olmaz məndən sevənim. Hər zaman olsam gərəyim, bütün hədək yazmalıyım. Bu aləmə gələrsən, ürəyində olmaya gənc ifaçı ultimatum yollamaq gücünə də qadirdir. Mənəm deyən ifaçılar var. Yəni onlar da görəcək ki, mənəm deməklə deyil, ifa eləmək lazımdır, sənət göstərmək lazımdır. Yəni boş-boşuna danışmaqla deyil, yəni ortada nəsə də olmalıdır. Ən birincidə başlanğıcda sənət olmalıdır. Axı bu vaxta qədər tamaşaçı olsa belə show biznesin qanununu da, qaydasını da öyrənə bilib.